Vyetnamın ən iri şirkətlərindən olan Vin Qrupun təşkilatçılığı və tanınmış Azərbaycanlı kulinariya ustası, Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti David İsrafilovun əsas qonaq qismində iştirakı ilə Hanoyda Vyetnamın ilk barbekü qida festivalı keçirilir. Festivalda beynəlxalq aşpazlarla yanaşı yerli ekspertlər və ölkənin müxtəlif bölgələrini təmsil edən kulinariya mütəxəssisləri iştirak edir. 3 gün davam edəcək festival çərçivəsində tanınmış aşpazlar ustad dərsləri keçəcək, peşəkar və yarım peşəkar aşpazların müsabiqəsi təşkil olunacaq, milli mətbəxlərin təqdimatı olacaq, müxtəlif mədəni və şou proqramlar təşkil olunacaq. Festivala təxminən 60 min nəfərin qatılacağı gözlənilir. Vyetnamla yanaşı Asiya, Avropa və Amerika bölmələrində 60-dan çox pavilyonda müxtəlif çeşiddə barbekü, kabab, qril yeməkləri təqdim olunur. Festivalın xüsusi zonasında Azərbaycan pavilyonu yerləşir. Vyetnamdakı səfirliyimizin hazırladığı pavilyonda milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Chi Minhin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən fotolar, digər təbliğat materialları, Novruz atributları nümayiş etdirilir. Tədbirdə səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin kulinariya ixtisası üzrə tələbələri Azərbaycan pavilyonunun fəaliyyətində kömək göstərirlər. Biz bura gətirmişik bizim Azərbaycanın barbekü kebab kulturasını. 2 il bundan qabaq bizim bu kebablara baxanda deyərdilər ki, nəsə ola bilər xarici bir yeməkdir. Amma bugün kim bizi görürsə soruşur ki, nə vaxt biz sizin kebablarınızı yenə yeyə bilərik? Yəni 2 il ərzində demək olar ki, bir çox insanlar bizim Azərbaycan mətbəxini tanıdı və onu sevdi. Planda var, bu ilin axırında burada daha böyük bir, möhtəşəm bir barbekü festivalı yaradaq. Mən Azərbaycan mətbəxi haqqında çox eşitmişəm, amma sonradan Azərbaycandan olan aşpazların Vyetnama səfəri sayəsində bu mətbəxlə yaxından tanış olmaq imkanı əldə etdim və beləliklə Azərbaycan yeməklərinin hazırlanması haqqında çox öyrəndim. Bir peşəkar kimi səmimi olaraq deyirəm, Azərbaycan mətbəxi yüksək səviyyəli, elegantdır. Çox xoşlayıram. Hesab edirəm ki, biz aşpazlar müxtəlif ölkələrin milli yeməklərini qarşılıqlı olaraq təqdim etməklə xalqlarımız arasında dostluğa töhfə verə bilərik. Qeyd etmək lazımdır ki, milli pavilyonumuzda hazırlanan yeməklər üçün bir çox məhsullar Azərbaycandan ithal edilib.